Sabahınız xeyir olsun bir daha. Bayaq biz Seyf müsabiqəsində fikir verdiksə at cinsləri ilə bağlı, ümumiyyətlə atlarla bağlı həm seçmə sual ünvanladıq, eyni zamanda əsas suallarımız da o idi. Atlar istiqamətində idi. Necə deyirlər, bilmirəm necə tələffüz edeyim. Atçılıq üzrə Azərbaycan çempionu, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının məşqçisi və at sahibi Nora ləqəbli atla bu titulu qazanmış Adil Axundovla bugün söhbət edəcəyik. Adil bəy, sabahınız xeyir olsun. Mən sizdən xahiş eləyəcəm, mikrofona yaxın əyləşin. Bizim elə belə qonağımız olmamışdı. Güman edirəm, nəticədə bu sözü deyəcəm, bu fikri səsləndirəcəm. Bayaq biz dinləyici ilə danışanda adı Şəhla xanım idi. Sual verdim ki, at çapa bilirsiniz yoxsa yox? Qayıtdı ki, yox. Deyir, qorxum var mənim, fobiyam var atlara qarşı. Bilməm nə fobiyası da, amma bir çox insanlarda bu qorxu var. Məndə qorxu yoxdur, amma heç vaxt o yüksək sürətlə at çapmaq iddiasında deyiləm. Bacaram azdan çoxdan, amma o cür sürətlə istəmərəm. Çünki qarşımda bir dəfə bir hadisə baş verib. Adam təxminən 6-7 ay demək olar ki, yataqdan qalxa bilməyib. Atın belindən yıxıldığına görə. Bu fobiyaları necə uzaqlaşdırmaq olar? Ümumiyyətlə at qorxusu nədir? Niyə formalaşır bu? Ümumiyyətlə at qorxusu hündürlükdən ən birinci irəli gəlir. Məsəl üçün tələbə gəlir, qorxur və sual verir ki, müəllim, nə bilim, məni dişləyə bilərmi at? Mən bu atdan yıxıla bilərəmmi? Və s. bu tip sual var. Düzdür, təhlükəsizlik ən birinci növbədədir. Ata məsəl üçün yaxınlaşmaq qaydaları da var. Ata qətiyyən arxadan yaxınlaşmaq olmaz. Onun boyun və baş hissəsindən yaxınlaşırsan, əlini sığallayırsan və atla ən birinci kontaktda olursan. Düzgün qurmaq lazımdır kontaktı. Mütləq dərəcədə. Ondan sonra yavaş-yavaş başlayırsan öyrənməyə. Sizdə indi çalışdığınız yerdə hərənin öz atı var, hər məşqçinin. Klub şəklində işləyən məşqçilər də var. Şəxsi atla işləyən məşqçilər də. Ümumiyyətlə Azərbaycanda atçılığa maraq hansı səviyyədədir? Biz belə tarixdən də bilirik ki, hətta tarixi Azərbaycan atları da var. Qarabağ atını biz burada vurğulaya bilərik. Sonra Dilbaz atları var. Mən bayaq eşitdim, bilmirdim o Gəncə atları. Gəncə atları var? Xeyr. Bu barədə eşitmişdim. Xeyr. Dilbaz atları Qazax Aksafa zonunun atlarıdır. Qarabağ atları isə Qarabağ zonasının atlarıdır. O aydın məsələdir. Azərbaycanda atçılığa maraqdan danışsaq, insanlar üçün sadəcə sosial şəbəkələrdə şəkil paylaşmaq xatirinə o meydanlara gəlinən yerdir, yoxsa doğrudan da marağımız var? Azərbaycanda atçılıq, ümumiyyətlə Azərbaycan millətinin qanındadır bu atçılıq. Və xüsusən də bizim 2 dənə milli cinsimiz olduğuna görə bizim daima atçılığa marağımız olub və ümidvaram ki, bundan sonra da olacaq. Marağımız olub. Bəli. Yəni hətta vaxt olub ki, misal üçün at çapa bilməyən, at belində özünü göstərə bilməyən oğlana qız da vermirmişlər. Bir dövrlər. Bu bilmirəm, yaxşı bir şeydir, yoxsa yaxşı deyil. İndi bəzi şeylərlə bu müqayisə etmək mümkündür. Yəni məsələn yaş kateqoriyasına. Bəli, buyurun. Maraq, bir də bunu da vurğulayım. Maraq ən çox 2009-cu ildən sonra yaranıb bu kütlə arasında, xüsusən də ki, bizim Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyev bu vəzifəyə gələndən sonra, Atçılıq Federasiyasının prezidenti olandan sonra bizim cıdır yarışlarımız keçirilir, bizim Çövkən milli oyunumuz keçirilir. Konkur üzrə bax, 2 gün bundan qabaq yarış olmuşdu, Sərhədçi klubu orada qalib gəlmişdi. Yəni atçılığa maraq daim olub və ümidvaram ki, bundan sonra da ki olacaq. Bir məsələ var, istəyərdim onunla bağlı da danışaq. Mən saata baxıram ki, söhbətimiz yarımçıq kəsilməsin. Sizin atçılıqla məşğul olan tələbələriniz haqqında öyrənmək istəyərdim. Bu istiqamətdə biraz istəyərdim ki, danışaq. Hər yaş kateqoriyasına aid tələbələrim var. 7 yaşdan ta 35-40 orta yaşlar. Deməli, biz ilk öncə tələbəyə
atın rəftarını başa salırıq, izah edirik. Ondan da sonra dəbilqə veririk ona. Qoruyucu jilet, əlcəklər. Və ondan sonra hardasa bizim 2-3 dərsimiz bu tələbənin psixoloji olaraq ata öyrəşdirilməsi. Ya bu qədər qəlizdir. Yəni Psixoloji olaraq ata öyrəşdirilməsi. Adaptasiyadan asılıdır. Hər insanın fərdi adaptasiyası var. İnsan gəl bax elə vurğuladığımız kimi qorxur. Deyir ki, yox, mən minmirəm. Hələ də insan da olub, gəlib ki, məsəl üçün ağlayıb, çıxıb deyib ki, yox, mən yəni neçə yaş olub? Hardasa o dönəm bir 24, 25. Yəni o yaş ara var. Bəli, olub, yəni olur. Çox maraqlı məqamdır. Hə. Onda ora gələndə özümüzü necə hazırlayaq prosesə? Ruhən hazır olun. Atdan bağlılıq yaradın. Və qorxmayın, çünki atlar çox hissiyatlı heyvanlardır. Onlar sırazu hiss eləyir ki, siz qorxursunuz və yaxud. Hiss eləyəndə ki, biz qorxuruq. At necə reaksiya verir buna? Atdan ata fərq var. Yəni atın belində o cəsur, mərd, qorxmaz adam olanda o özünü başqa cür aparır. Qorxaq adam oturanda onun belində başqa cür aparır. Bax, gəlin bunları bir izah eləyək dinləyicilərə. Amma ki, bunu da vurğulayım, atdan ata da fərq var. Hər atın öz xasiyyəti var. Məsəl üçün, mənim öz atım tələbə minəndə ona gedmir. Noradır da sizin atınız? Yox, bu bursatım, Zevs. Zevs. Təlim atım. O gedmir, o dayanır, hiss edir ki, tələbə qorxur və öz dominantlığın tələbənin üstündə hiss elədir. Dostlar, tələbələrimə deyirəm ki, atın üstündə gərək lider olasınız. Onda at isə tabi olur. Şəhər adamında qonağımız atçılıq üzrə Azərbaycan çempionu, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının məşqçisi və at sahibi, Nora ləqəbli atla bu titulu qazanan məşqçi Adil Axundovla danışırıq. Adil bəy, tələbələr istiqamətində söhbətə davam eləyək. Məsələn, gəldik, müraciət elədik. Birincisi, neçə yaşa kimi müraciət qəbul edilir? Bu bir. İkincisi, neçə müddətə orta səviyyədə at çapmağı öyrənmək mümkündür? Belə mən özüm də gedəndə, indi siz danışırsınız, belə başa düşürəm ki, mən heç çapar falan da deyiləm. Sadəcə belə də lap həvəskar adamam, elə bildim əməlli başlı at çapanam mən. Neçə müddət lazımdır? Nə lazımdır? Və yaş kateqoriyası. Hansı həddə qədər at çapmağı öyrənmək istəyən insanlar müraciət edə bilər? Əslində öyrənmək üçün yaş kateqoriyası yoxdur o insan. Yəni yaşlı adam da bunu edə bilər. Yox, yəni yaşlı biraz yaxın əyləşin mikrofona. Yaşlı adam o vaxtki insanlar yəni bunu yaşlı olanda da idarə edə bilər. Amma ki deməli yaş kateqoriyasını götürürük biz 7-10 yaşa yaşdan və üzü yuxarı. Yaş kateqoriyasını bir də insan özündə hansı belə hansı formada özünü hazırlayıb gəlməlidir? Yəni dediyim kimi ruhən və özgüvən olmalı. Hansı texniki biliklərə ehtiyac var? Texniki bilikləri biz orada tələbəyə öyrədirik. Atların, üzr istəyirəm, bir də ki siz dediniz ki neçə müddətdə öyrənə bilər? Öyrənə bilər 4 aydan 1 ilə kimi. Yenə də amma baxır tələbənin adaptasiyasına. Məsəl üçün tələbə var ki 8-ci dərsidir. Artıq 8 dəfə gəlib. Yəni o 8 dəfədə hardasa eləyir 1 ay. Tələbə ata adaptasiya oluna bilmir, qorxur və çətinliklərlə üzləşir. Elə tələbə ilə işləmək daha da çətindir. Amma nəticədə siz bir yolunu tapırsınız da. Bəli, bir yolunu tapırıq və mütləq dərəcədə yəni istədiyimizə nail oluruq. Düzdür, ola bilər. Məsəl üçün bu 1 il ərzində də olsun, 5 ay ərzində də olsun, amma ki istədiyimiz nəticəyə nail oluruq. Adil bəy, atınız var və bunun qidalanması da vacib şərtlərdən biridir. Biz rayona falan gedəndə kəndlərdə elə yol kənarında üzr istəyirəm ifadəmə görə necə gəldi qidalanan atlar görürük. Bilmirəm bu normal bir şeydir, yoxsa normal deyil, atların xüsusi qidalanması olmalıdırmı, ya olmalı deyil. Bunun bir geniş formada gəlin izah eləyək, danışaq. Deməli, yarış atlarının qidalanması tam fərqli olur. Sadə gəzinti və hobbi klass atların qidalanması tam fərqli olur. Hobbi klassdan danışaq.
Arpa yarması, Hı hı. kəpək və ot. Otu 3 dəfə verilməlidir. Gün ərzində. Bəli, gün ərzində səhər, günorta, axşam. Yeməyi isə bu arpa yarması və kəpək 2 dəfə. Bir gün orta saatları, bir də ki axşam saatları. Amma ki daimi olaraq atın qabağında gərək su olsun. Çünki 30-50 litr arası gün ərzində onlar su içirlər. 30-50 litr. Bəli. Hər bir atın Bəli. qəbul etdiyi su miqdarıdır bu. Mən bu qədərini sözün açığı bilmirdim. Və həm məşqçi, eyni zamanda at sahibi olmaq bu üstünlük sayıla bilər. Bu əslində çox böyük üstünlükdür. Hı -hı. Çünki sən atın həm məşqinə nəzarət edirsən, həm at sahibi kimi onun maliyyə xərclərinə nəzarət edirsən. Hı -hı. Çox qürur vericidir həqiqətən də. Deməli, ölkədə hansı cins atlar üstünlük təşkil edir? Söhbət Azərbaycandan gedir. Bizim Azərbaycanda 2 dənə böyük milli cins at zavodumuz var. Qarabağ Atçılıq zavodu Ağcabədi rayonunda yerləşir. Orada Qarabağ atları yəni yetişdirilir. Bir də ki Dilbaz Atçılıq zavodu. O isə Ağstafa rayonundadır. Mən bilirəm, burada sizi qınaya da bilmərik. Məsələn, mən zavodlardakı istehsal prosesi barədə danışsam, desəz ki, mən məlumatsızam, aydın məsələdir. Təbii ki, siz o zavodun həmin istehsal müəssisəsinin əməkdaşı deyilsiniz və bəzi şeylər də ola bilər, bəlkə konfidensialdır. Bu arada adını çəkdiyiniz at yetişdirmə əraziləri ildə neçə at yetişdirir təxminən? Belə bir fakt, belə bir məlumat var. Təxminən 150 ildə həm Dilbaz, həm də Qarabağ. Çünki get-gedə bizim milli cins atlarımız inkişaf olunur, inkişaf edilir deyənə. Ona görə də o sayıları da həddindən artıq çoxdur. Aydın məsələdir. Gəlin iştirak etdiyimiz yarışlardan biraz söhbət açaq. Məsələn, proqramımıza başlayanda vurğuladıq ki, atçılıq üzrə Azərbaycan çempionusunuz və federasiyanın məşqçisiniz, həmçinin at sahibisiz. Nora ləqəbli atla çempion olmusunuz. Bəli, bəli. Azərbaycan çempionu. Bəli. Bu çempionatın formatı təəssüf ki, çox geniş formada tamaşaçılara təqdim olunmur. Mən təəssüf edirəm buna görə. Bu yarışı izləmək üçün mən belə başa düşdüm ki, elə birbaşa bilet alıb yerindən izləmək lazımdır. Biletsizdir, giriş də ödənişsizdir. Bina atçılıq ərazisində keçirilir. Bina atçılıq. Bəli, bina atçılıq ərazisində keçirilir bu yarışlar. Hər kəs dəvətlidir, hər kəs yəni gəlib qoşulub baxa bilər. Biz bilirik ki, xüsusən futbol oyunları həftə sonları olur da. Bəs bu at yarışları nə vaxtda nəzərdə tutulur? 6-cı gün. O da həftə sonu. Yəqin ki, günün işıqlı vaxtında təsadüf edir. Günün deyim də sizə 9-dan başlayır. 9-dan yox, hətta hazırlıq işləri davam eləyir. Çünki sahənin traktorla baranabat olunması, sulanması saat 10-da start verilir. Hər həftədə bu yarış olur. 2 həftədən bir. 2 həftədən bir keçirilir. Məsələn, növbəti yarış həftənin hansı həftədə baş tutacaq? Yəni məsəl üçün ayın 1-i yarış oldusa, bir də ayın 14-ü olacaq. Aydın məsələdir. Siz Çünki 2 həftə atlara təzədən məşq vaxtı verilir və onları təlim elətdirilir. Təzədən məsəl üçün hansısa at uduzdu. Uduzdu, məsəl üçün ikinci gəldi, amma ki yaxın məsafədə gəldi. O atı daha da çox məşqini verirlər ki daha da favoritə yaxın getsin. Aydındır. Siz çempion olanda Nora ilə mən bildiyim qədər yaralı olub Nora. Bəli, Bu əhvalatı biraz danışmağınızı xahiş edəcəkdim. Ayaqlarında böyük bir problemlər var idi. Hətta mən onu alanda belə çox adam deyirdi ki, biz avunmayacaq, olmayacaq, nəticə verməyəcək, zaten qaçmayacaq. Bəziləri deyirdi ki, zəif atdır. Amma ki, bugünkü gündə başı dik bütün respublikada həmən o at adını dedi. Qaçırda bildiniz onu. Bəli. Hansı cinsdir? Dilbaz cinsidir. Dilbaz cinsidir. Bəzən atlar olur ki, qamçı vurmaq doğrudur ata. Əslində mən buna qarşı biraz həssasam. Olmaz deyirsiniz. Olmaz, amma ki yarışlarda bəli vurulur. Ki daha da sürət versin, sürəti artırsın. Bəli. Bəs bu ayaqla arxa hissəsinə
çapanda vurur, çaparlar, at sürənlər. Qarın hissəsinə. Aha, arxa deyirəm, qarın hissəsinə. Bəli, amma ki yarışda o elə şeylər keçmir. Ancaq qamçı. Ancaq qamçı ilə. Bəli. Aydındır. Bəs atı buna necə öyrəşdirmək olur? Nəyə? Bu qamçı məsələsinə. Elə Yəni siz deyirsiniz bir tərəfdən tərəfdarı deyilsiniz qamçılamağın, ikinci tərəfdən yarışda vacibdir. Yarış bəli bunu tələb edir. Yarış tələb edir. Yəqin ki bunun təlimini də reallaşdırmaq lazımdır da. Qalop deyilən bir təlim prosesi var. Aha, qalop. Bəli. Aha. Onda məsəl üçün bir dənə, iki dənə ata vurmaq olar. Yəni ki daha da adaptasiya olsun. Adil, bayaqlar biz bəzi detalları vurğuladıq, amma reklam fasiləsində söhbət edəndə gördüm ki, hələ söhbətin bir çoxunu danışmamışıq biz. Uzun illərin rekordunu vurmusunuz. Bəli. Siz yoxsa at? At. At. Aha. Əsas atdır. Hansı rekorddan söhbət gedir? 18 ilin rekordu. 18 il. 18 il dişi at derbi deyilən bir yarış var. Oranın qalibi olmamışdır və 18 ildən sonra birinci dəfədir ki, Nora ləqəbli at, yəni mənim atım 18 ilin rekordunu qırmışıq və qazanmışıq. Erkək atların içində. Erkək atların içində. Bəli, onlarla da çox çətindir çapmaq erkək atlarını. Siz necə Və zədəli atla Aha. başı çətindir. Yəni. Siz necə belə riskə getmisiniz? O qədər erkək atların içində yarışda diş atla iştirak etmək baxımından mən nəzərdə tuturam. Mənim inadkarlığım ən birinci növbədə. Aha. Və mənim belə deyim də, Vorodildə desək, başımın ətrafında çox bu sual var. Yəni orada ki, bacarmayacaqsan, alınmayacaq. Nə bilim, ayağı qırıva da bilər, o da bilər, bu da bilər. Amma ki, təbii ki, mən başa düşdüm ki, mənim ağlım daha da üstün və gedib qalib olduq. 18 il rekordunu biz yenilədik. Yəni 18 il qabaq olmuşdu axırıncı dəfə bir dişi at çempion olmuşdu. Həmən onun nənəsi olmuşdu. Genlərin çempion. Yenə sözün deyib. Bu arada bizim çempionat, daha doğrusu bizim bu keçirilən çempionat Cıdır adlanır da. Bəli, Cıdır. Cıdır. Və bu müxtəlif əslində növlər mövcuddur. Çempionat fərqlilikləri var. Mən istərdim ki, Cıdırın özəllikləri barədə danışaq. Çünki siz mütəmadi olaraq bu yarışın içindəsiniz. Detalları daha yaxşı bilirsiniz. Məsələn, neçə iştirakçı olur, neçə at iştirak edir, neçə çapar olur burada, qaydalarımız nədən ibarətdir və s. və ilaxır. Baxın, boksdan asılıdır birinci. Çaparların və atların sayı. Məsəl üçün bizdə Azərbaycanda 12 dənə yerli, yəni boks var. 12 dənə çapar və 12 dənə at bir Cıdırda iştirak edə bilər. Yarış iştirakçıları bokslardan asılı dediniz. Həmçində orada at sahibləri və məşqçilər də təbii ki, dəvətlidir. Hər atın öz belə deyim də komandası var. O komandada da ki, Mehtər də olur, Jakey, yəni çapar. Mehtər nə edir? Mehtər ata baxandır. Aha. Bəli. Və köməkçi Mehtər də var, hansı ki, atı həmən o boksa, o yəni ki, start deyirlər də, boks deyirik biz ona, ora salır. Və yəni ki, start veriləndə atın elə bir ki, arxasından ona daha da təkan verir. Dəstək verir. Qamçı da vura bilər, bəli. Əgər at pis çıxırsa boksdan. Adətən atların boksdan pis çıxma səbəbləri nə olur? Yorğun olmaları mı, yoxsa ac olmaları mı, susuz qalmaları mı? Ümumiyyətcə, atlar hiss edir yarışa gedəndə. Hələ at var ki, rahat şəkildə öyrədilmiş atdır. Hələ at da var ki, məsələn, qorxurmu, boksun səsindən falan. Adətən 3 yaşar atlarda bu daha da çox olur. 3 yaşar? Bəli, yəni 3 yaş. Hə, 3 yaş. Bəli. Mən bu xüsusi bir növdür. 3 yaş. 3 yaşadadır, görəsən. Bu arada atların dayanmadan neçə kilometr məsafə qət etməsi normaldır? Var belə bir qayda, var belə bir rəqəm? Aha. Ona deyirlər probek. Aha. Probek deyirlər, hardasa 40-50 km. Dayanmadan qaça bilir. Bəli. Atlar. Bizdə belə bir at yox. Amma yavaş sürətlə. Aha. Orta sürətlə. Bəli, bəli, orta. Aydındır. Mən başqa bir neçə sual da sizə
Yeri gəlmişkən biz danışa düzdür bu mövzunun üstündən keçdik, məlumat verdik əslində. Amma yeni qoşulan dinləyicilər üçün maraqlıdır. Neçə yaşdan at yarışlarına, daha doğrusu at çapmağa başlamaq olar? Neçə yaşından, 7 yaşından bu artıq start verir. Amma ponilər də var da, balaca Ponilər ponilər. də var, bəli, o varda gəlirlər, necə deyim, qorxularını da aşa bilərlər. Ondan sonra daha da böyük at. Bizdə Bakı Cıdır İpodromunda hal-hazırda sport şkova deyirlər. Atçılıq məktəbi. İdman məktəbi. Bəli, o Gənclər və İdman Nazirliyinin tərkibindədir. Orada təşəkkürümü bildirirəm oranın rəhbərliyinə, Rafael müəllimdir. Uşaqlar üçün şərait yaradılır, tam ödənişsiz. Tam ödənişsiz. Nə yaxşı. Deməli, bu şansdan faydalanmaq istəyən valideynlər haçan yaxınlaşmalıdırlar? Bir də neçə yaşa qədərdir? Səhv eləmirəmsə 14-15 yaşına gəlir. Səhv eləmirəmsə, yəni. Yaxınlaşırsan. Adil bəy, 1-5-ci günlər arası. 1-5-ci günlər arası. Bunu yadda saxlayın. İkinci bir məsələ. Çox danışılır at çapmağın faydalarından. İnsan sağlamlığına faydalıdır deyirlər. Bilməm, bu mövzuya girə bilərik yoxsa yox, amma mən təklif edirəm ki, bir neçə dəqiqədən sonra məsələ ilə bağlı danışaq. Önəmli bir mövzudur. Bizim həvəskar kimi bildiklərimiz var. Bir də peşəkarların bu istiqamətdə bizə tövsiyələri ola bilər. Sabahınız xeyir olsun. Studiyamızda Adil Axundovdur. Artıq Adil bəylə söhbətimizin son hissəsinə qədəm qoyuruq. Bir mahnıya qulaq asdıq ki, biraz bu bəzi məlumatları yeniləyək. Biz əslində atların insan sağlamlığına faydasından danışırdıq, danışmağa cəhd göstərdik. Ondan əvvəl mən sizdən soruşum. Bir atın aylıq xərci nə qədərdir? Bu yeyib içmək məsələsi nəzərdə tutulur da, çox güman ki. Deməli, bir atın Mikrofona yaxın. Təxmini olaraq aylıq xərci 400-500 manat arasıdır. 400-500 manat arası. 400-500 manat arasıdır. Yəni hələ mən sizdə minimum deyirəm. Minimum. Aydındır. Bakıda qaydalar necədir? Məsələn, şəhər yerində həyətdə at saxlamaq doğru deyil də, istənilən halda doğru deyil. Mən nəyi soruşmaq istəyirdim? Instagramda hərdən görürəm, həyət evi olan filan çox güman ki, elə yerlərdə saxlayırlar. Bəs mənim həyət evim yoxdursa, müxtəlif mərkəzlər var da. Məsələn, Cıdır var, Binə var, digərləri var. Sən atını alıb orada saxlaya bilirsən, yoxsa yox? Bəli. Öz atını alırsan, təhvil verirsən hansısa kluba, istər Cıdır, istər Binə, Umar və s. Onlar o klubda nə kimi istifadə edirlər o atdan? Sizin şəxsi at kimi, yalnız siz gəlib sürə bilərsiniz, idarə edə bilərsiniz o atı. Onda o atın saxlanılmasına görə mən aylıq ödəniş edirəm. Onlar mənim atıma baxırlar. Vəssalam. Baxırlar, suyunu, otunu, yemini verirlər. Bir də ki, orada mehtər xərcləri də var. Vəssalam. Bəli, mehtər gəlir, çıxardır sizin atı. Siz olmayanda da belə çıxardır, gəzdirir, tumarlayır, darıyır. Tumarlamasa nə baş verər? Çiklənər at. Yəni, ümumiyyətcə, atın gerək dərisi nəfəs alsın. Ən əsasındakı yay ayırır. Ona görə darıyırlar falan edirlər ki, rahatlığı təmin edilsin. Biz o, buyurun, nəsə deyirdiniz? Qaşoyla. Qaşoyla qaşıyırlar. Biz bayaq sağlamlıq məsələsində qalmışdıq. İndi Adil bəy çox tefrə çıxmayıb deyə bəzi məsələlərdə kompleksli yanaşa bilər. Amma insan sağlamlığına at çapmağın faydaları bir xeyli çoxdur, bir xeylidir. Xüsusən də yəhərsiz at çapmağın faydaları var. Mən həkim dilindən də bunu eşitmişəm. Hətta kişilər mütəmadi olaraq yəhərsiz at çapmalıdır deyə bir fikir səsləndirmişdilər. Yəhərsiz at çapmaq doğrudurmu? Xeyirlidir. Xeyirlidir. Düzdür, uzun müddət sən bunu edə bilmirsən. Məsələn, davamlı olaraq 5 kilometr, 10 kilometr yəhərsiz at çapmaq çətin məsələdir. Amma sən orta sürətlə 1 kilometr, maksimum 2 kilometr əgər peşəkar çaparsansa, sən həftədə bir dəfə, məsələn, bu yəhərsiz çapsan atı sənin üçün faydalı olacaq. Amma yəhərlə bunu eləyəndə o effekti vermir. Hər gün də olar. Hər gün də olar. İndi cəmaət işə gücə gedir. Ona görə mən həftədə bir dəfə cəmaatı dinləyiciləri
əslində həvəsləndirmək istədim. İnsanların bəs psixologiyasına at çapmaq, psixoloji sağlamlığına necə təsir göstərir? Terapiyadır. Çox güclü terapiyadır. Elə tələbələrim də var. Gəlir, deyir ki, mən heç dərs istəmirəm. Sadəcə dincəlmək istəyirəm. Bəli. Sadəcə olaraq siz mənə atı verin, mən sakitcənə idarə eləyim onu və atla öz bağımı yarayım. Ki biz Bağımı nə edeyim? yaradım. Başa düşdüm. Anladım. Elə bildim bu bağçılıq təsərrüfatlarında da hansısa formada istifadə etmək olar. Və salam, mənim verəcəyim suallar bu qədər. Amma Adil bəy, bəlkə gələndə götür-qoy eləyirdiniz, düşünürdünüz ki, mən filan şeydən də danışacağam atlarla bağlı, bu istiqaməti də mütləq şəkildə deyəcəm. Deyiləsi bir şey varmı? Deyiləsi bir şey, onu biz reklam vaxtı sizlə də müzakirə edirik, indi də deyim. Bu derbi yarışı ümumiyyətcə atın həyatında bir dəfə olur. Derbi yarışı atda bir dəfə olur. Bəli. Yarış olar. Ki 4 yaşında olur. Biz də ki bunu qazandıq. Qazanmısınız. Bəli, qazandıq. Bu nə deməkdir bir dəfə olur? Yəni 4 yaşında oldu çempion, oldu. Bəli, oldu. Olmadı heç. Yəni olmadı heç. Olmayacaq. Bəli. Və özünə at almaq istəyən adamlara bir məsləhətinizi eşitmək istəyərdik. At alanda nələrə fikir versinlər, hardan alsınlar, necə alsınlar. Ümumiyyətlə bizim at almaq təcrübəmiz yoxdur da. Sözün açıq. Maşın almaq təcrübəmiz var, amma at almaq təcrübəmiz yoxdur. Zavodlar var. Vurğuladığımız kimi. Akstafada, Ağcabəddə. Orada mütəxəssislər var və orada atlarımız da satılır. Milli cins atlarımız. Ora yaxınlaşıb, yəni oradan ala bilərlər. Amma şəxsi adamlardan da yəni satan insanlar var. Ən əsasən atın ayaq hissəsinə, yəni vətəllərinə fikir verməlisən. Ki vətəllərdə heç bir problem olmasın. Düzdür, biz yəni problemli vətərlə atı aldıq, amma ki peşəkarlığımız Niyə bilmirdiniz? Yox, bilirdim. Bəs niyə aldınız? Ucuz idi bəlkə ona görə. Yox, ucuz da deyil idi. Sadəcə olaraq inadkarlığım nəticəsində, yəni Dedim mən bu atı. Mən bu atla belə deyim də invalid bir atla qalib olmalıyam. Qarşı tərəfdə də peşəkarlar var idi, amma ki qalib biz olduq. Afərin, mən sizi təbrik edirəm. Bir atın ortalama qiyməti nə qədərdir? Məsəl üçün avtomobillə bağlı bizə bu sualları verəndə uzun müddət avtomobil idarə edən adamlar təxmini rəqəm çıxarda bilirlər. Bəs atın qiyməti nəyinə görə dəyişir? Təbii ki, orada yaş faktoru var. Bizim milli cins atların hal-hazırdakı bazar qiyməti 10.000 civarında. Yəni Qarabağ Dilbaz. Yəni sən Qarabağ və ya Dilbaz atı almaq istəsən 10.000 manatın hazır olmalıdır. Bəli, Neçə yaşlı? Neçə yaş? 2 yaş. 2 yaşlı. Bəli. 2 yaşı artıq çapmaq olur da. Yox. Yox. 3 yaşda çapmaq olur, amma ki 2 yaşda uzaysan hazır bir at alırsan, əgər sağlamdırsa, əgər güclü valideyn məsuliyyəti, güclü səcərəsi varsa, yəni o pulu ona verməyə dəyər. Aydındır. Adil bəy, çox sağ olun. Çox minnətdaram sizə dəvətimizi qəbul etdiyiniz üçün. Dostlar, qonağımız atçılıq üzrə Azərbaycan çempionu, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının məşqçisi və at sahibi, Nora ləqəbli atla çempion olmuş Adil Axundov studiyamızın qonağı idi.